Salam dəyərli izləyicilər, kanalımda xoş gördük. Bugün Talış mətbəxinə aid olan kartof pulovun hazırlama qaydasını sizlərə göstərmək istəyirəm. Əvvəlcə kartofları soyub, kub formasında doğramışam, düyünü də islatmışam. Deməli, pulov üçün suyu qoyuruq qaynamağa. Qaynara düşəndə duzunu əlavə eləyirik və tam su qaynadıqdan sonra hazır islatdığımız düyünün suyunu süzüb qaynar suya əlavə eləyirik. Düyü burada hardasa bir burum qaynayır. Qaynadıqdan sonra hazır doğranmış kartofları əlavə eləyirik qazana və qaynadırıq. Normal şəkildə düyünü, pulovu necə hazırlayırıqsa, düyünü nə qədər qaynadırıqsa, bir o qədər də qaynadırıq. Bu eynən bu kartof pulovunda düyüsü bişənə qədər qaynayır və qaynara düşüb düyü bişdikdən sonra süzürük. Əziz xanımlar, qədəri burada 1 kiloqram düyüyə yarım kiloqram kartof bəs eləyir. Mən burada kartofları biraz iri formada doğramışam. Siz istəsəniz biraz da xırda doğraya bilərsiniz və hətta kartofunu artıq da etmək olar. Qeyd edeyim ki, əsasən bu pulovu, kartof pulovu yumru düyü ilə hazırlayırlar. Çox da ləzzətli alınır yumru düyü ilə həqiqətən. Mən sadəcə bu günləri uzun düyüdən istifadə eləmişəm. Düyünü süzdükdən sonra qazanın dibinə kərəyağı əlavə eləyib və süzülmüş düyünü qazana yerləşdirib dəmə qoyuruq. Deməli, qazana yerləşdirdikdən sonra sonda üzərinə kərəyağını kub formasında doğrayıb yerləşdirirəm. Fərqi yoxdur. Burada ərinmiş kərəyağından da istifadə eləmək olar pulovun üzərinə. Bu formada kərəyağını, ərinməmiş kərəyağından da istifadə eləmək olar. Deməli, yağları düyünün üzərinə düzdükdən sonra üzərinə hardasa yarım stəkana qədər su əlavə eləyirəm və pulovu dəmə qoyuruq ki, dəm alsın. Deməli, qapağında gördüyünüz kimi bir çay dəsmalı ilə büküb qazanın qapağını yerləşdirib dəmə qoyuruq. Hardasa bir yarım saat dəmə qaldıqdan sonra pulov tam hazır olur. Çox gözəl pulov alındı həqiqətən, əziz xanımlar. Bu pulovu mən deyərdim, yəni heç nəsiz də yemək olar. Sadəcə buna bol-bol kərəyağı vurub yesəniz, inanıram ki, dadına baxsanız, yəni daimi bişirdiyiniz bir pulov olacaq. Sonda yenidən üzərinə kərəyağı əlavə eləyirəm, biraz qarışdırıram və servis edirəm. Əsasən bu pulov, deməli, Talış mətbəxində sırdaqla çox gözəl bu pulov gedir. Yəni ləvəngi ilə də yemək olur. Xüsusən turş kababla çox ləzzətli olur kartof pulov. İnşallah bir gün turş kababını da hazırlama qaydasını sizlərlə bölüşərəm. Pulovumuz tam hazır oldu, servis edirik və sonda qazmağını da sizlərə göstərmək istədim. Deməli, belə bir qazmaq alındı. Yəni xüsusi burada qazmaq, heç bir qazmaq, burada smetan, xama, yumurta heç bir şeydən istifadə eləmədik. Sadəcə pulovun özünü süzdükdən sonra qazanın dibinə yağ gördüyünüz kimi əlavə edib plovu dəmə vurdu və çox gözəl də bir qazmaq alındı. Biraz kırs qazmaq oldu bu qazmaq, deyərdim. Yəni çox belə yumşaq qazmaq deyil. İnşallah siz də bu qaydada hazırlasanız, əminəm ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.